qılmasa insan cavab verəcək Allah. O cəzası da var. Sözsüz ki, hətta mən sizə söz deyim, namazı tərk edənin 10 neçə dənə bəlası var. Hələ qılıb tərk edəni qılmayanın da. Bizdə belə bir fikir var axı. Qılıb atson cəzası var, qılma bir ömür narahat olma. Hərdən deyirsən, niyə qılmırsan? Deyir, qılıb ataram, qorxuram. Amma indi qorxmur. Bax o, mənim qardaşlarım, mənim dəyərli bacılarım, sən qılıb atson da günahlı cəzası var, qılmason da günahlı cəzası var. Bu şeytan da atıb zehnimizə. Bir baba, mən əvvəldən axırını qılmadım, görsə, elə belə deyək. Düz iş gördün. Qiyamət günü Allahın huzuruna gəlmişik. Allah deyir, namaz niyə qılmadın? Allah gördüm, mən qılmadım, əvvəldən axırını möhkəm dayandım. Allah deyir, nə danışırsın? Sən demişəm, namaz qıl. Peyğəmbərimə demişəm, Peyğəmbərin qəlbi bu qədər təmizdir. Ona dedim ki, İnnə a'teynəkəl kəvsər fəsəlli. Namaz qıl. Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildilər və ona etinasızdılar. Onlar riyakarlıq edər və ehtiyac olan şeyləri, borc, zəkat, sədəqə, ev ləvazimatı və sair başqalarından əsirgəyərlər. Yetimi qovmaq və fəqirə, miskinə etinasız yanaşmaq, dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın, onların günahı daha böyükdür.